Hər zaman sual verilir ki, ətrə su qatmaq olarmı? Bəli, sizə bu məlumatı bu vaxta kimi heç kim verməyib. Yalnız elə bir ətir var ki, o ətir bir dənədir. Ona su qatılır. Ətirin adını heç kim bilmir. Və bu günləri mən sizə onu deyəcəm. Bilən var idisə, özü qeyd eləyər. Videoda heç bir kəsinti olmayacaq. Su olduğunu da özüm içib sizə göstərəcəm bir daha. Bu ətirdir. Bunu sizə göstərirəm. Bu bildiyiniz sudur. Heç bir kəsinti olmayacaq. Buradan çəkirəm. Bu ətir yeganə ətirdir ki, buna parfüm suyu qarışdırılmır. Parfüm suyu qarışdırılmır. Yalnız su ilə qarışdırılır və elə ətir hazırlanır ki, bu heç bir ətirə aid deyil. Yalnız bu ətirə aiddir. Nəyə görə? Başqa ətirə qatsaz, həmən ətir xarab olacaq. Amma bu ətirin xüsusi olaraq tərkibi su ilə hazırlanmaq üçün istehsal olunub. Bilən var idisə, özü də qeyd eləsin. Fatimə, yalnız və yalnız su ilə qarışdırılır.